Salyan rayonunda əkin sahələrinin suvarılması davam edir. Görülən meliorativ tədbirlər Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Salyan su meliorasiya sistemlərinin istismarı idarəsi tərəfindən həyata keçirilir. Hazırda vegetasiya suvarmalarının qrafika uyğun və fasiləsiz təşkili davam etdirilir. Belə ki, 2859 hektar çəltik əkin sahəsində birinci vegetasiya suvarması tam başa çatdırılıb. İkinci vegetasiya suyunun verilməsi qrafik əsasında davam etdirilir. Pambıq əkinləri üzrə ümumilikdə 8919 hektar sahədə birinci vegetasiya suyunun verilməsi 99% başa çatdırılıb. Salyan rayonu üzrə 46005 hektar əkin sahəsinin suvarma suyu ilə təmin edilməsi idarənin balansında olan 64 nasos stansiyası və ümumi uzunluğu 1053 kilometr suvarma kanalı vasitəsilə təsərrüfatlara çatdırılır. Hazırda olduğumuz 22 aqreqatlı Akşaki nasos stansiyası vasitəsilə 19.000 hektar əkin sahəsinin suvarma suyu ilə maneəsiz, itkisiz təminatı həyata keçirilir. Akşak kanalı üzərində yerləşən hidrotenki qurğularda cari ildə əsaslı təmin olunaraq saz vəziyyətə gətirilmişdir. Rayonun suvarma suyuna olan tələbatının təmin edilməsi üçün Kür çayı üzərində quraşdırılmış 29 ədəd əsas və 37 ədəd təkrar qaldırıcı nasos stansiyalarından istifadə edilir ki, bu da uzunluğu 1053 kilometr olan suvarma kanalları vasitəsilə təsərrüfatlara çatdırılır. Cari ilin 6 ay ərzində ümumilikdə 436 kilometr uzunluğunda suvarma kanalında lildən təmizlənmə işləri görülüb. 50 kilometr kanal boyu ərazilərdə hamarlanma işləri aparılıb. Həmçinin 48 ədəd su buraxıcı və 62 ədəd səviyyə qaldırıcı olmaqla ümumilikdə 110 hidrotexniki qurğuda cari təmir işləri yerinə yetirilib. Bununla yanaşı 28 nasos stansiyasında yerləşən 50 ədəd nasos aqreqatı, 14 ədəd vakuum nasosu, 9 ədəd siyirtmə və 1 nasos stansiya binasında cari təmir işləri həyata keçirilib. Hazırda dayandığımız ümumi uzunluğu 16 kilometr olan 2500 hektar əkin sahəsinə xidmət göstərən kanalın lildən təmizlənmə işləri həyata keçirilir. Bununla da su itkisinin qarşısını almaq üçün suyun təsərrüfatlara maneəsiz çatdırılması təmin olunur. Bununla yanaşı xidməti ərazimizdə olan digər kanallarda da lildən təmizlənmə işləri davam etdirilir. Ümumi uzunluğu 3,7 kilometr olan və 2500 hektar əkin sahəsinə xidmət göstərən suvarma kanalının 2,7 kilometr hissəsində beton üzləmə işləri tam başa çatdırılıb. Qalan 1 kilometr hissədə isə beton üzləmə işləri hazırda davam etdirilir. Görülən meliorativ tədbirlər su itkisinin qarşısını alır. Biz kənd təsərrüfatının müəyyən hissələrlə məşğuluq. Taxıl əkirik, pambıq əkirik, yonca əkirik. İndi hal-hazırda pambıq sahəmizdir bura, göz qabağındadır. Yəni hər şey qaydasında. İkinci su vermişik inşallah. Bol məhsul gözləyirik. Sahəmizdə baxın, pambığımız da qaydasındadır. Yəni razıyıq. Dövlətimizdən də, cəmaatımızdan da, bizi su ilə təmin edən insanlardan da hər şey qaydasındadır. Yəni bol məhsul gözləyirik inşallah. Yəni sahədə də taxıldır, pambıqdır, hər şey əkmişik. İndi taxılımızı pişmişik, yoncalarımız da var. Qaydasındadır. Qeyd edək ki, cari il ərzində içməli su şəbəkələrində olan qəzalar idarə tərəfindən operativ şəkildə aradan qaldırılıb və istismara yararsız olan su sayğacları dəyişdirilərək yenisi ilə əvəz olunub.